Ne güzel. Teşekkür edirik. Əhsən dostlar, əhsən. Bravo, bravo. Sirk artistlərimizi də alqışlayırıq, təşəkkür edirik. Bu dəfə də qış mövsümündə də əziz dostlar, Sirkus Sibriz bizi təəccübləndirməyi bacarır. Bəli, 13 dekabrdan etibarən Sirkus Sibrizdə bax bu cür möhtəşəm Çin sirkinin fərqli nümunələri sizə təqdim olunmaqdadır. Elə bununla bağlı biz danışacağıq. Narullah Sultanov, Sirkus Sibriz İdarə Heyətinin üzvü, eyni zamanda Emin Fərəcullayev, o da Sirkus Sibriz İdarə Heyətinin üzvüdür ki, sözü gedən sirk haqda bizə ətraflı məlumat verəcəklər. Əziz tamaşaçılarımız. Sabahınız xeyir olsun. Xoş gəlmişsiniz. Salamlayırıq sizi. Təbrik edirik. Çox sağ olun. Belə görünür ki, çox uğurla başlamışsınız. İlk növbədə dəvətiniz üçün biz burada olmağa Emin bəylə çox şadıq. Bu artıq adət-ənənədir. Mütləqdir ki, biz Mədəniyyət kanalına gələk səhər verilişinə və bilirik ki, ondan sonra işlərimiz lap yaxşı gedəcək. Sağ olun. Bütün tamaşaçıları salamlayırıq. Əfsuslar olsun ki, ilk dəfədir ki, Allahverdi müəllim bura gələ bilmədi, səyahəti ilə bağlı. Bilirsiniz ki, Allahverdi müəllim artıq ondan artıq Azərbaycanda sirk sənətində ümumiyyətlə böyük bir zəhməti var. Ona artıq sirk proqramları təşkil edib və biz də onun işini davam edirik, onun dəstək olaraq. Bu dəfə Çin sirki çox böyük bir marağa səbəb oldu. Santa və Qızıl Əjdaha, belə adlanır proqram. Bəli, Santa və Qızıl Əjdaha. 13 dekabr siz dediyiniz kimi artıq başladıq və çox böyük bir marağa səbəb oldu. Ümumiyyətlə, həm Çin mədəniyyəti, həm ümumiyyətlə Çin artistləri burada olmaqdan çox xoşbəxtdirlər və biz özümüz də çox xoşbəxtik. Çünki çox uzun danışıqlar aparırdıq ki, onlar bura gəlsin. Bildiyiniz kimi, ümumiyyətlə, bütün proqramlar öncədən biz artıq bilirik yayda nə olacaq, növbəti il nə olacaq. Ona görə əvvəlcədən danışıqlar aparılır. Danışıqlar çünki uzun vaxt tələb eləyir. Onların da qastrolları var. Bu Çin dövlət sirkidir və bu Azərbaycanda birinci dəfədir ki, Çin dövlət sirki Azərbaycanda çıxış edir və bizim üçün də bu çox məsuliyyətli bir işdir və onlar da, Emin bəy, qoymaz yalan deyim, çox məsuliyyətlidirlər və çox həm səliqəli, həm vaxtında hər şeyi dəqiq edirlər. Ona görə bizim işimiz o qədər asandır əslində. Emin bəy, mən düşünürəm ki, gəncləri, xüsusilə uşaqları, məhz bu cür sirkə dəvət etmək, onları cəlb etmək bir balaca müasir dövrümüzdə çətindir. Nəyə görə? Çünki onlar müasir dövrün uşaqlarıdırlar. Amma sevindirici hal nədir? Hər dəfə Sirkus Sibriz onları təəccübləndirməyi bacarır. Hər dəfə bir fərqlilik var, yenilik var, müasirlik var. Keçən şovumuz çox maraqlı idi. Bəli, məsələ ona görə mən ilk dəfə Azərbaycanda. Yəni biz onun üçün çox çalışdıq və etdik. Yəni ümid edirik ki, hamı bəyənib, bütün uşaqlar yəni çıxışda xoşbəxt tərk edir bizim əsas işimiz də odur ki, xoşbəxt çıxsınlar tamaşadan. Və burada tamaşaçılar Çin sirk məktəbinin ənənələrini görürlər, hər bir detalda, yəni bunu izləmək mümkündür. Ümumiyyətlə, Sirkus Sibrizə daxil olan kimi siz sanki Çində olursunuz, çünki tam olaraq Sibriz sirki dəyişib, Çin abu-havası ilə doludur. Ona görə tamaşaçılar gələndə artıq ilk saniyədən çox təəccüblənirlər. Tamaşaçılar deyəndə ki, balaca mini bir tamaşa burada bizə fraqment belə deyildi, təqdim etsinlər. Studiya şəraitində, bəli. Burada da istər-istəməz biz əziz tamaşaçılar gördük, kostyumlar, səhnə performansı insanı valih elədi. Hələ ki, balaca balalarımız olsun. Mütləq hər birinizi dəvət edirik. Amma sirkdə tam başqa bir abu-hava olur. Tam maraqlı, düzdür. Bu arena tamam başqa bir sehirli aləmdir. İndi o cür olmasa da... Bəli, mənə maraqlıdır Emin bəy. Mən seçərkən, misal üçün, hansısa bir ölkənin, elə götürək Çin sirk ənənələri, sirk məktəbini dəvət edərkən, nömrələri seçərkən, yəni ki, ortaq qərara gəlirsin. Çünki Azərbaycan izləyicisini, bizim tamaşaçının zövqünü bilirsiniz. Necə seçirsiniz onları, necə anlaşırsınız bax bu məqamlarda? Anlaşma, bunlar bizə təqdim edilən videoların içində biz özümüzü seçirik artıq. Yəni, tamaşaçıların zövqünə uyğun seçimlərimizi edirik və razılaşdırırıq. Və nəzərə alsaq ki, sirk izləyicisi, tamaşaçısı çox kiçik yaşdan başlayır və böyük yaşa qədər. Yəni, məhdudiyyət yoxdur. Sıfırdan 90-a kimi, 100-ə kimi. Bəli, ümumiyyətlə, Emin bəy vurğuladığı kimi biz çox diqqətlə seçirik və əslində tamaşaçıların rəyləri ilk növbədə burada böyük rol oynayır. Çünki biz hər zaman baxırıq ki, ilk növbədə biz soruşuruq nə maraqlıdır və sonra komanda ilə toplaşırıq, deyirik, gəlin, indi nə ilə təəccübləndirək? Əlbəttə ki, bu sualdan irəliyir. Nə maraqlı deyəndə bir sorğumuz var. Mütləq biz sosial səhifələr üzərindən hər zaman soruşuruq, ümumiyyətlə, heyvanlar olsun, olmasın, nə tip proqramlar istəyirlər. Amma biz sorğu edirik
bilirik, amma açıqlamırıq nə olacaq. Çünki bu sürpriz olsun. Çünki Çox gözəl. bizim mütləq birinci işimiz onları hər fəsil təəccübləndirməkdir. Çünki ildə 4 dəfə sirk şouları təşkil Həm də olunur. rəngarəng olsun da, təkrarçılıq Biz olmasın əminik ki, və s. indi biz Çin sirkindən danışırıq, amma inşallah ki, qarşımızda indi biz burada artıq paralel olaraq çox güclü iş görürük. Yaz proqramında o qədər biz tamaşaçıları təəccübləndirəcəyik. Yəni həmçinin yayda da özümüz bu artıq Məncə intizardayıq. səhər İki çağı tiyoları tamaşaçılarına bəli. deyərsiniz. Sirk kimi saxlayaq, çünki istəyirik ki, belə biraz şok olsun hamı üçün. Necə ki, Çin sirki oldu və ilk günlərdən artıq yeni də rəqəmləri, yəni 20-yə yaxın tamaşa, 20 minə yaxın tamaşaçı biletləri alıb və bu bizi sevindirir. Deməli, maraq var və biz bu istiqamətdə də işlərimizi davam etdirəcəyik. İrəliyən günlərdə də anşlaq olacaq, çünki tətil gəlir, yeni il tətil olacaq. 37 şou olacaq, bu qısa bir aydan az müddət. 11 yanvara dək davam 11 yanvara edəcək. dək, bəli. 37 şou olacaq və düşünürəm ki, bəlkə biz məcbur olacaq ki, şouların saylarını bir neçə artıraq. şoular artıq tamamilə satılır. Bəli. O da bizi çox sevindirir. Bilirsiniz, bu nədən irəli gəlir? Həm də Çin teatrı qədim ənənələrə bağlanır. Çox qədim teatrlardan biridir. Elə burada da balaca belə bir fraqmentlər, sirkin özündə də bu səhnəciklər mi deyim, tamaşalar mı deyim, o qədim köklərə əsaslanır. Təbii ki, Azərbaycan tamaşasında mən düşünürəm ki, ən valeh edən, cəlb edən tərəflərdən də biri budur. Mən istərdim ki, növbəti səhnəciyi izləyək. Birinci Əjdaha adlanırdı. Bəli. İkinci Balans. olacaq. Olar mı? Bəli. Əlbəttə. Buyurun. Dəvət edək sirk artistlərimizi. Buyurun. Buyurun. Mahnını qoşandan sonra gələcək. Mən.
sizin üçündür. Çindən olan Çin sirk ənənələrini davam etdirən sirk artistlərimiz Zhao Hongjai az öncə də bizə bilirsiniz ki, əjdaha nümunəsini təqdim etdilər. Jie Yuan, Jing Zong Lei və Zhang Hu Ming. Hər birinə təşəkkürümüzü bildiririk və bu ilki Santa və Qızıl Əjdaha adlı proqramda nələr yoxdur? Çox müsbət emosiyalar var, təbəssüm var, sevinç var, heyrətlənmək var, hər şey var. Bir sözlə uşaqlar bir saniyə belə olsun gözlərini səhnədən çəkə bilməyəcəklər, ala bilməyəcəklər. Başqa bizim burada görmədiyimiz, olur belə maraqlı anlar, məqamlar, təəccübləndirici, uşaqların diqqətini cəlb edən daha nələr var bu? Onun üçün mütləq gəlmək lazımdır. Amma sadəcə olaraq siz indi bugünə qədər mütləq gələcək hər il olduğu kimi. Çox sağ olun. Əlbəttə ki, belə dediyi kimi gəlmək lazım və biz sizi görməyə şad olarıq. Amma daha çox biz hər zaman sirkdə çalışırıq ki, qrup nömrələri ilə, böyük atraksiyonlarla təəccübləndirək. Ona görə biz əfsuslar olsun ki, TV verilişlərə gedəndə, efirlərə gedəndə biz o qrup nömrələri götürə bilmirik. Balaca hissələrini göstərə bilirik yalnız. Böyük qrup nömrələr, Şaxta Baba, Nağıl, Qar Qızı, ümumiyyətlə Yolka, Şənlik, rəqslər, çox rəngarəng bir proqram alınıb əslində, həmişəki kimi və bir vacib məqamı qeyd etmək istirdim. Əslində biz Çin artistləri ilə danışıqlar apardıqda və artıq dostlaşmışıq, belə deyək ki, birlikdə vaxt keçirdəndə onlar da bizim mədəniyyətimizlə tanış olurlar və əslində çox belə xoş bir sözlər deyirlər. Çünki həm yeməklərimizi yeyirlər, çox bəyənirlər. Çox. Biz ilk növbədə... Biz qorxurdu ki, bu yemək məsələsi nə xoşlarına gəlib, əgər sizinlə bölüşüblərsə? Onlar əslində hər şey, dolma, ət, kabab, aş, hər bir şey... Ağızlarının dadını Elə bir yemək olmadı ki, dedilər ki, biz bunu yemirik. Amma yəqin bir şəkildə onlarda da var, düzdür. Biz damaq zövqümüz başqa olsa da, tamam başqa bir ərazi olsa da, amma bir şəkildə baxırsan, görsən, düyü də onlarda bir gözəl şəkildə hazırlanır. Rəşad elə sözümə ona gətirirdim ki, onlar paxlava yeyəndə və yeməkləri yeyəndə əslində və danışırıq mədəniyyətdən, əslində onlar çox qədim bir şəhərdəndirlər. Konfutsi o şəhərdəndir. Bəli, qədim universitet də var orada. Bəli, və əslində onların mədəniyyəti çox sevirik biz özümüzdə və onlar da bizim mədəniyyəti sevdi və dedi ki, bizimdir yalnız dillərimiz fərqlidir, bizim ürəklərimiz birdir və mədəniyyətimiz və mentalitetimiz birdir. Çünki onlar da xanıma necə hörmət edirlər, xanım bəylərə necə hörmət edir, ümumiyyətlə onların dəyərləri çox bizim dəyərlərimizlə üst-üstə gəlir və onlar özlərini burada evdəki kimi hiss edirlər. Çox gözəl, yəni çox əslində bu bizi... Dedilər ki, yeməklərimiz də, paxlava dedi ki... Paxlava dil bizdə eyni var, adlanır başqa. Adlanır başqa. Yəni oxşar, dadları oxşayır. Nə gözəl. Ona görə bu bizi sevindirmək bilməz. Əlbəttə ki, bu ona görə sirk proqramı təşkil etdikdə bu əlbəttə ki, böyük bir mədəniyyətə diqqətdir. Yəni biz tamaşaçılarımız üçün hər zaman elə şərait yaradırıq ki, onlar gəlsinlər və bu sirk sənəti inkişaf eləsin. Bir sıra kampaniyalar etdik, müəllimlər üçün biletləri pulsuz etmişik. Bilirsiniz ki, xeyriyyə proqramları keçirdirik hər zaman. Şəhid ailələr. Mütləqdir bu. Yəni bu tək bir şou deyil, biz bölürük hər zaman. Şoularınızı onlara həsr edirsiniz. Və ondan da başqa onlar digər vaxtlarda gələndə hər zaman bizim qapılarımız onlar üçün açıqdır. Bu təbliğatdır. Ona görə bizim üçün vacibdir ki, hər hansı bir övlad güldü və xoşbaxt getdi, deməli biz öz işimizi yerinə yetirmişik. Bu bizim üçün çox vacibdir. Ona görə hər zaman inşallah iştirik ki, təəccübləndirək və sevindirək. Həm də mən düşünürəm ki, dostlar, bax, dediyiniz bu məqamlar inkişafdan xəbər verir. Yəni, bura gəlirlər dünyanın bir çox ölkələrinin sirk ustaları, bizim evladlarımız, bizim balalarımız baxırlar. Onların da dünya görüşlərində bir fərqlilik yaradır. İstər-istəməz bizim sirk ustalarının da çıxışlarına mən deyərdim ki, bu və ya digər şəkildə təsir eləyir. Mən buna tam əminəm. Çünki bu qarşılıqlı anlaşmalar, belə deyək, festivallar, bax, belə qastrollar, yenə edirəm, inkişafdan xəbər verir. Çox sağ olun bu inkişafa. Necə deyərlər, siz də rəvac verirsiniz öz postunuzda. Çalışırıq yerinə yetirək. Bəli. Və Çin mədəniyyəti ilə tanış oldu. Bilirsiniz, öncə sizlə danışdığımız kimi, artıq illər öncə əgər ikinci dil kimi biz Azərbaycanda daha çox ingilis də öyrənirdilərsə, indi artıq maraq Çin dilinədir və əslində bu da tamaşaçıları, övladları tanış edir. Rəşad bəyə çox tanışdır. Övladı da, bəli, qızı da elə Çin dili üzrə təhsil alır. Düzdür, magistr təhsili alır. Bir də gördüm uşaqda maraq yarandı.
bizim Azərbaycanlılar uzaq şərq ölkələrinə, gündoğan ölkələrə maraqları fərqlidir. Çində də dediyiniz kimi, əgər müəyyən dəyərlər üst-üstə düşürsə, müəyyən həyata baxışlar, istər siyasi, istər iqtisadi, istər mədəni baxışlar üst-üstə düşürsə, bu doğrudan da çox sevindirici haldır. Çin kimi qüdrətli, güclü bir dövlətlə Azərbaycan arasında çox gözəl mədəni əlaqələr var, iqtisadi əlaqələr var. Düşünürəm ki, bundan sonra daha da inkişaf edəcək. Necə ki, bax, siz bunu göstərirsiniz. Əlbəttə ki, biz də ondan ilhamlanırıq. Çünki birinci biz görəndə ki, bizim həm münasibətlərimiz onlarla gözəl qurulur və planlar qurulur bizim dövlət başçımız tərəfindən. Biz də ondan sonra artıq başladı düşünməyə, bəlkə Çin sirkini dəvət edək və artıq buradadılar və bu bizi sevindirir. İnşallah ki, elə o istiqamətdə də davam etdirəcək. İnşallah. Belə dostlar, növbəti nümunəni nümunəni biz hazırda studiyamızda onları sizə təqdim eləyəcəyik. Amma öncə istəyirik qonaqlarımıza təşəkkür eləyək. Bir daha diqqətinizə çatdıraq ki, Sirkus Sibriz İdarə Heyətinin üzvləri Narullah Sultanov və Emin Fərəcullayev bizim qonağımız idilər və Santa və Qızıl Əjdaha adlı yeni şou proqramından çox kiçik nümunələr burada bizim üçün təqdim etdilər. Amma bütün şounu izləmək üçün, bu əsrarəngiz görüntüləri ilə canlı şahid olmaq üçün mütləq 11 yanvara dək yollanan Sirkus Sibrizə. Biz isə Səhər kollektivi olaraq kiçik də olsa, az da olsa tamaşadan, şoudan müəyyən bir fraqment tamaşaları sizə təqdim edirik. Birinci Əjdaha idi, ikinci Balans idi ki, çox maraqlı şoular idi. İndi isə güc tamaşasına artıq Çin dövlət sirkinin artistləri çoxdan hazırdılar. Təşəkkürlər. Təşəkkür edirik. Dəvətiniz üçün. Növbəti görüşlərdə.